Salam əziz izləyicilərim. Bugün sizinlə 5 yumurta ilə çox asan başa gələ bilən, çox sadə bir biskvit resepti bölüşəcəyim. İlk öncəliklə 5 yumurtanı mikserin qabına əlavə edirik. Daha sonra tam ağarıncaya qədər çalırıq. Ağarmağa başladıktan sonra hissə-hissə olmaqla 1 stəkan şəkər tozunu üzərinə əlavə edirik. Tam ağardıktan sonra mikseri söndürüb üzərinə 1 stəkan un əlavə edirik. Stəkan nəzarətdə saxlayın, tam dolu olsun. Daha sonra qabartma tozunu da əlavə edirik və bunu qarışdırmağa başlayırıq. Un və qabartma tozu tam eyni kütlə şəklini alıncaya qədər qarışdırırıq. Əgər istəsəniz siz buna kakao da əlavə edə bilərsiniz. Daha sonra yağladığımız soba listinə əlavə edirik xəmirimizi və əvvəlcədən isindirdiyimiz 180 dərəcədə konversiya rejimində pişməyə buraxırıq. Üstü tam bərkidikdən sonra biskvitimizin tam hazır olduğunu görəcəksiniz.